Yəqin ki, müəllim və valideynlərinizin qadağalarına baxmayaraq, imkan düşən kimi kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç düşünmüsünüzmü, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim ixtira edib? Elə isə kompüterdə növbəti oyunun start düyməsini basmazdan əvvəl sosial şəbəkələrdə axtarış verin. Kompüter oyunlarını kim yaradıb? Müxtəlif məlumat sorğu bazalarından fərqli cavablar alacaqsınız. Daha çox Steve Russell'in və Ralph Baer'in adlarına rast gələcəksiniz. Baer bütün dünyada video kompüter oyunları kralı kimi tanınıb, amma nə o, nə də Russell bu oyunların ilk ixtiraçısıdır. Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə İngilis riyaziyyatçısı Alan Turing kompüterdə şahmat oyununun algoritmini tərtib edib, ardınca Amerikalı mühəndis Claude Shannon bu oyun üçün proqram yazıb. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Shannon kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Cambridge Universitetinin alimi Alexander Douglas tərəfindən atıldı. O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı insan, kompüter interaktivliyi mövzusunda doktorluq dissertasiyasını bitirdi. Dissertasiyaya əlavə olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait, faktik olaraq, kompüter üçün ilk elektron qrafika oyunu idi. Ahaya adlanan oyunun çox sadə qaydaları vardı. 9 xanalı kvadratdakı xanaları oyuncu və kompüter növbə ilə Ahaya və OE hərfləri ilə doldururdu. Şaquli, üfüqi və ya diagonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyuncu qalib sayılırdı. Oyun müəllimlərin də, tələbələrin də çox xoşuna gəlmişdi. Onlar universitetdəki yeganə kompüterin önündə növbəyə düzülür, maşından ağıllı olduqlarını sübut etmək istəyirdilər. Bu oyunu yaradarkən Douglas kommersiya məqsədi güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da gəlmirdi. Nəhayət, 1961-ci ildə Steve Russell başda olmaqla bir qrup proqramçı kosmik müharibə oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub olurdu. Kosmik müharibə kommersiya tipli ilk kompüter oyunu oldu. Lakin müəlliflərinə gəlir gətirmədi. Oyunu yaradanlardan biri deyirdi, mənim kosmik müharibədən əldə etdiyim yeganə gəlir oyun sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində iştirakıma görə aldığım qonorarlar oldu. Kompüter oyunları insanlarda bunca maraq doğururdularsa, bəs niyə kommersiya uğuru gətirmir, zəif yayılırdılar? Çünki 1970-ci illərin ortalarınadək kompüterlər həddən artıq böyük və olduqca baha idi. Onu yalnız varlı təşkilatlar, elmi müəssisələr və fərdi qaydada milyonçular ala bilərdilər. Məsələn, Russell'in qrupunun ixtira etdiyi oyunun yazıldığı kompüter soyuducu boyda, qiyməti isə $120.000-dan artıqdı. Alman əsilli Amerika alimi Ralph Baer belə bir vəziyyətdən çıxış yolu tapdı. O, kompüter oyunu yox, video oyunların yeni tipini və onları televizorun ekranına çıxarmaq imkanı verən kiçik, ucuz qurğu ixtira etdi. 1971-ci ildə o, Magnavox Odyssey qoşma cihazına patent aldı. Beləliklə, kommersiya tipli ilk kompüter oyunu yaratmış qrupun rəhbəridir, isə həqiqətən kompüter və video oyunları kralıdır. Amma məhz tarixdə ilk kompüter oyunu yaratmış şəxsdir. 1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı. 1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi $3,2 milyard təşkil edirdi. Sonraki 30 ildə bu rəqəm $90 milyard qədər yüksəldi. Azərbaycanda kompüter oyunları çox geniş yayılsa da, uzun illər yerli məhsula olmayıb. Ölkəmizdə ilk kompüter oyunu 2012-ci ilin iyununda yaradılıb. İşğal altında adlanan bu oyun Qarabağ müharibəsinə həsr edilib, Şuşa şəhərinin görüntüləri üzərində qurulub və gənclərin hərbi vətənpərvərlik ruhunu yüksəltməyə xidmət edir.